Cəlilabadda arvad ərini öldürdü. Xəbərə keçməmişdən öncə burada müsbət işarəsi görürsünüzsə üzərinə basaraq səhifəni izləməyi unutmayın. Bugün Cəlilabad rayonu ərazisində ağır qətl hadisəsi baş verib. 1993-cü il təvəllüdlü Kəsirə Cəfərova 1990-cı il təvəllüdlü həyat yoldaşı Vüsal Cəfərovu qətlə yetirməkdə şübhəli bilinir. Sorğu TV ajans sazisində də xəbər verir ki, qadın əvvəlcə ərinin yıxılaraq xəsarət alması görüntüsünü yaratmağa çalışıb. Vüsal Cəfərov xəstəxanaya çatdırılsa da, ürək nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində qan itirməsindən dünyasını dəyişib. Aparılan araşdırmalar zamanı polis müəyyən edib ki, Vüsal Cəfərov bıçaq zərbəsi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb. Kəsirə Cəfərova saxlanılaraq istintaqa cəlb edilib. Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir. Əziz izləyicilər, kişilərə qarşı qadınlar niyə şiddət göstərir? Niyə arvad ərini öldürür? Ümumiyyətlə, son zamanlar yəqin xəbərlərdən də eşitirsiniz. Arvadlar ərlərini ya şiddət göstərir və yaxud da ki, qətlə yetirir. Niyə belə halların sayı artır? Fikirlərinizi yazmağı unutmayın.